Buraxılış imtahanı keçirildi. İmtahanda 59 minə yaxın şagird iştirak etdi. Sualların çətin olmadığı iddia edilir. Bu isə bəzi ixtisas fənlərində balların yüksək olacağı ehtimalını doğurur. Ekspertlər bu fikirdədir. 11-ci sinifdə oxuyuram. Mən artıq 2 ildir ki, bu imtahanlara hazırlaşıram və mənim istədiyim yer dil ədəbiyyat müəllimliyidir. Mən imtahanı martın 2-si verdim və imtahan orta səviyyədə idi. Ancaq orta səviyyədə olmasına baxmayaraq biz balların qalxacağından qorxuruq, narahatıq. Bu il sualların sadə, anlaşılan olduğu bildirilir. Xüsusilə ingilis dili fənni üzrə 90 balı toplayanların sayı çoxdur. Prosesin bir tərəfi yüksək bal toplamaqdırsa, ikinci tərəfi ixtisas seçimidir. Söhbət plan yerlərini nəzərə almaqdan gedir. Bu il kompüter mühəndisliyi, informasiya texnologiyaları və digər ixtisasların ballarının artacağı gözlənilir. Həmçinin tibb, hüquq, iqtisadiyyat, dövlət və ictimai münasibətlər ixtisaslarında da balların yüksəlməsi ehtimalı var. Ola bilər sizin topladığınız balla əvvəlki illərə müqayisədə 100 bal, 150 bal artıq ola bilər. Problem yoxdur. İlk 5 yerə öz istəyinizə uyğun yerləri verin. Növbəti 5 yerə isə balınıza uyğun. Məsələn, siz toplamısınız 400. Ola bilər ki, o növbəti 5 yerə, yəni 5-dən 10-a qədər siz ora hardasa 400-sə 450-380 arası olan yerləri yaza bilərsiniz. Martın 10-undan etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. Qeydiyyat isə aprelin 17-sindən martın 1-nədək qruplar üzrə həyata keçiriləcək. Keçid balı hansısa bir ixtisas üzrə müəyyən qədər yuxarı formalaşa bilər. Amma plan yerlərinin sayı da çox olsa, sayı ötən illə müqayisədə artıq olsa, onda bu deməkdir ki, keçid balı daha aşağı formalaşa bilər. Son 3 ildə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayı 25 mini ötüb. Bu il sənəd verənlərin sayı 124 min nəfərdən çox idisə, ötən il bu göstərici 110 min civarında olub. Statistika təhsilə olan marağın artdığını göstərir. Artan həm də təhsildə keyfiyyət, əmək bazarında yer tutmaqla bağlı maariflənmədir.